Salam, əziz, hörmətli tamaşaçılar, əziz Naxçıvanlılar, dəyərli millətim. Mən İstanbulda Hüseyn Cavid adına Millətlərarası Azərbaycan Məktəbinin müdürü, filologiya elmləri doktoru, Azərbaycan Maarifçi Qadınlar İctimai Birliyinin sədri, təhsil üzrə prezident təqaüdçüsü, Türkiyədə Azərbaycan Təhsil Mədəniyyət Sosial Həmrəylik Təşkilatının, Sivil Toplum Təşkilatının rəhbəri Şərqiyə Məmmədova, Azərbaycanın tarixində bir ilkə imza atmış bir maarifçi, böyük bir problemlərlə üzləşmişəm. Naxçıvanın təhsil naziri. Tək mən üzləşməmişəm, yəni mən üzləşməmişəm. O mənə problem yarada bilməz. O, məzlum insanlara problem yaradır. Bax, bu məzlum analara sabahdan axşama, saat 8-dən axşam saat 8-ə qədər İstanbulun zirzəmilərində tikiş maşınının arxasında oturub fəhləlik eləyib evlad saxlayan bu analara problem yaradıb. Bunların evladlarının oxumasına imkan vermir. Bunların balalarını sürgün eləyir. Bakıya da aparıq, zəng eləyir. Orada da özünün bilmədiyi, yəni bilmədiyi, nəyə deyirəm bilmədiyi, təhsil qanunu bu adam oxumayıbdı mı bilmirəm. Mən bu qədər deməyə sözüm çoxdur ki, bilmirəm ki, hardan başlayayım, hansını deyim. Amma söz verirəm ki, hər gün mən canlı yayın açacağım. Onun təhsilə yararsız bir insan olduğunu ona sübut eləyəcəm və bütün cəmiyyətə sübut eləyəcəm. Bugün bu analar gecə yatmayıblar. Bakıda oxuyan uşaqlarına Elxan Nəcəfov dünən zəng eləyib. Abşeron Regional Təhsil İdarəsinə ağzına gələn yalan, ağzına gələndə, yəni adamın ağlına gəlmir, çünki gəlmir də ağlına, bilmirəm, onu siz fikirləşin, niyə gəlmir. Deyib ki, o məktəb saxtadır, bu uşaqlar, bilmirəm, çox şey deyib, amma mənim məlumatım odur ki, uşaqlara məktəbdən zəng eləyib, deyiblər ki, sizin təhsil naziriniz zəng eləyib bizim regional təhsil idarəsinə ki, uşaqları məktəbdən çıxardacaq, uşaqların oxuması qanunsuzdur. Bilmirəm, nə deyibsə onu mən eşitməmişəm. Ancaq uşaqlara bunu deyib, uşaqlarımıza, gələcəyimiz olan evladlarımıza, hansı ki, bu dövlətin aidiyyatı məqamlarında oturan şəxslər bu uşaqları oxutmağa borcludur. Necə ki, əskəri yaşı çatanda hərbi komissarlıq mı, Müdafiə Nazirliyi mi bu uşaqlara deyir ki, gəl vətənə olan borcunu yerinə yetir. Vətən də bunlara olan borcunu yerinə yetirməlidir. Və dövlətimizin gözəl qanunları var, dövlətimizin sahibi var. Biz bunları dövlətimizin başçısına çox sevdiyimiz, dəyərli prezidentimiz İlham Əliyevə çatdıracaq. Bu insan uşaqların əlindən tutub, məktəbliləri auditoriyada, müəllim nəzarətində oxutmaq əvəzinə hərəsini bir yolla təhsildən uzaqlaşdırır. Çünki adamın təhsil anlayışı yoxdur. Bilmirəm, bu qanunları o oxuyub, oxumayıb. Oxuyub, inanıram ki, oxuyub. Amma bu kurikulum proqramında belə dərsin bir prinsipi var. Oxuyub anlama bacarığı. İndi onu oxumağı inanıram ki, var. Amma anlamağı bilmirəm. Varsa, bunu eləməməlidir. Ancaq mənə elə gəlir ki, onun oxuduğunu anlama qabiliyyəti yoxdur. Qoy getsin, versin o mənim məhkəməyə bu dediyimə görə. Mən onsuz da onunla məhkəmədə üzləşəcəm. Uşağın biri məhkəməyə verib, uşağın biri onu. Dəfələrlə Sədaqət Tağıyevanın anası burada yanımda oturub. Bu insan fəhlə babadır. Səhərin 8-dən axşamın 8-nə qədər gedib tikiş maşınında baş aşağı tikiş tikməkdən belə əyilib. Sən bunun balasını niyə qoymursan oxuya? Mən indi onun demək 14 gün Naxçıvanda oldum. Bütün qanunları yazdım, verdim ona.
Qoydum verdiyim məktubların içinə, qanunları da qoydum, altını da işarətlədim, qoydum. Mən 47 ilin təhsil işçisiyəm. Təhsildə də o qədər uğurlarım var ki, yəni təhsildə prezident təqaüdçüsü olmaq da çox adama nəsib olmur. Yəni bu mənim fəaliyyətimin nəticəsidir. Mən ona dedim ki, bu qanunlara siz baxın. Axı bu belə deyil, belədir, qanunu izah edin. Mənə dedi ki, eləcə sən otur mənim yerimdə. Mən də dedim ki, ona eşidir buradan məni. Elə mən oturmalıydım, sən oturmuşsan. Oturmuşsan, çox gözəl, otur. O qabil deyir ki, dəyərsiz oluruq biz səhv düşəndə yerimiz. Yerimiz səhv düşüb, sən otur orada. Amma sən insanların hüquqlarını pozma. Bu, dünyanın pozulduğu bir zamanda narkotikanın, yəni zərərli vərdişlərin cəmiyyətdə hökm elədiyi bir dövrdə biz müəllim olaraq bu uşaqları auditoriyaya yığmalı, müəllim nəzarətində bunları yetkinlik yaşı çatana qədər qorumalıyıq. Onlara səmimiyyət göstərməliyik. Onları sevməliyik. Müəllim olan Elxan Nəcəfov, müəllim olan səni kimi qalstuku boynuna bağlayıb gəlib orada dik-dik oturmaz ki, müəllim olan bəşəriyyətə işıq verər. İşığa aparan yola bir də məşəl tutar. Sən bunların heç birinə qadir deyilsən. Deməli, mənim məktublarıma cavablar göndərib onlar. Mən bu məktubları bu gün qısa danışacağım. Çünki biz sıxışdıra bilmirik bunu. Hər gün söz verirəm ki, tamaşaçılara, maraqlananlara çatdıracağım. Elxan Nəcəfov, mən təhsil qanununu oxuyuram buradan bir də sizə. Təhsil qanununun hamısını oxumuram. 5-ci maddəsini oxuyuram. Təhsil qanununun 5-ci maddəsində deyilir ki, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Yəni, yol verilməzdir. Sən Əli Niftəliyevi qovmusan, demişsən, get, sən oxuma, 16 yaşı olmayıb hələ, 16 yaşı olmamışdan, get otur evdə, 16 yaşın olar, sən bir ildən sonra gələrsən, nə bilim, 5 aydan sonra, nə vaxt sən eksternat imtihan eləyəsən, gələrsən, sən imtihan verərsən. Mən indi sənə sual verirəm, Elxan Nəcəfov, mən sənə siz deməyəcəm. Çünki siz ona layiq deyilsiniz. Əli Niftəliyevin 16 yaşı hələ olmamışdı. Mən Naxçıvana gəlib sizlə danışanda. Bu adamın yetkinlik yaşı çatmayıb. Bu işləyə bilməz. Bu Əli neynəsin? Geçsin qalsın küçədə, evdə yatsın, qoşulsun pis vərdişlərə. Əli davamlı təhsildə olub. Bax, o layihəni görürsən, indi qanunu oxuyacağım. Bu layihələri dövlətin başında oturan bir şəxs kimi sən icra eləməlisən. Amma sənin o kafan yoxdur ki, bunu eləyəsən. Eləmisənsə, denən birini eləmişəm. İndi maddəni oxuyacağım sizə. Əlini ümumiyyətlə qovmuşsan məktəbdən. Digər uşaqları da imtihan eləmişsiniz. Mən orada o testləri aldım, oxudum. Bir-ikisinə baxdım, elə belə. İlk baxdığımda gördüm ki, bunlar özü sualı səhv dəyərləndiriblər. Mən onun üstündə durdum, dedim, uşaq düz eləyib, siz səhv çıxartmısınız. Etibar adında biri vardı orada, müəllim idi. Tez yığışdırdı, götürdü, apardı, qoydu ora, qoymadı mən baxam. Çünki onların qoyduğu, mən bunu belə arxasınca gedəcəm, belə qoymayacam mən bunu. Mən xahiş eləyəcəm dövlətimin başçısından, aidiyyatı şəxslərdən bir komissiya yaratsın. O komissiyanın içində mən olum. Mən olum, mən sübut eləyim ki, təhsil naziri qanunlardan xəbərsizdir və onun yerlərdəki, bax bu imtihanı eləyən şəxsləri də qanunlardan xəbərsizdir. Qanunu oxuyuramsə, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidir. Təhsil qanununun 5.4-cü maddəsi. Dövlət təhsil müəssisələrində hər bir təhsil alana pulsuz ümumi təhsil
almaq hüququnu tanımalıdır. Dövlət maddi vəziyyətindən asılı olmayaraq 5.6 maddə təhsil qanununda istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir. Sosial müdafiə ehtiyacı olanların təhsil almasına şərait yaradır. Kimə şərait yaratmışsan? Bax, bu valideynlərin heç biri mənə pul vermir, yanımdadılar. Mən bunların uşaqlarını əziyyət çəkmişəm, yollarda pul xərcləmişəm. Bəlkə sən elə bilirsən, bunlar mənə rüşvət zad verir, ona görə gəlib orada bunları müdafiə edirəm. Yox, ona da gələcəm. Onun da tarixi yazılıbdır. Gələcəkdə sənin adın tarixə onların nifrəti ilə düşəcək. Düşməyə başlayıb artıq. Dövlət xaricdə yaşayan Azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir. Naxçıvan Respublikasından, Muxtar Respublikasından Erməni-Azərbaycan savaşından dolayı 30 il bundan qabaq minlərlə insan Türkiyəyə gəlib və burada yaşayıb təhsil almadan, məktəb görmədən heç birinin yazma, oxuma, bax bu anaların çoxu yazmağı belə bilmir. Çünki neynəsinlər? Məktəb olmayıb, adamlar çalışıb evini, ailəsini vəziyyətdən çıxartmağa çalışıb, oxuya bilməyib. Hansı layihəni həyata keçirmişsə, Naxçıvanın təhsil naziri kimi, hansı uşağı gəlib burada sexlərdən çıxardıb, birbaşa sənin borcundur. Elxan Nəcəfov, sən cinayət məsuliyyətinə cəlb olunmalısan. Çünki sən nə qədər insanların gələcəyini qaranlığa çevirmişsən. Sən bunları eləməliydin. İcbari təhsili həyata keçirən sənsən. Azərbaycanda belə bir problem yoxdur. Azərbaycanın Bakıda daxil olmaqla Azərbaycanın rayonlarında qanunları bilirlər. Gedirlər uşaqlar, gərəkən orada komissiyalar yaradılır. Bu uşaqların təhsil səviyyəsinə baxırlar, qəbul eləyirlər, oxudurlar. Mənim deyəcək sözüm çoxdur, onu demək istəyirəm ki, Əli Niftəliyev davamlı təhsildə olub, Əli Niftəliyev təhsildən yayınmayıb. Bu biri uşaqlar da Azərbaycan dilində təhsil alıblar. Əli Niftəliyevi təhsilin hər hansı pilləsindən sizin uzaqlaşdırmaq səlahiyyətiniz yoxdur və eksternat təhsil imtahan Əliyə aid deyil. O, buradadır qanun. 2014-cü il 6 noyabr tarixli Azərbaycan Respublikası Təhsil Nazirinin 2014-cü il 6 noyabr tarixli şagirdlərin yer dəyişməsi, yerləşdirilməsi, onların məktəblərə hüququnun bərpa olunması haqqında Təhsil Nazirinin qanununda eksternat haqqında qayda belədir, eksternat imtahanı. Sərbəst təhsil almada, yəni eksternat sərbəst təhsil alma. Bunun kimlərə aid olunur bu? Təhsil alma formasının tətbiqi müxtəlif səbəblərdən, Elxan mənim diqqətlə, Çaşdın müəllim dedim sənə, müxtəlif səbəblərdən ümumi orta təhsil və tam orta təhsil səviyyəsini başa vura bilməmiş. Yəni, bu uşaqlar aralanıb 3 il, 4 ilmi, 5 ilmi, eləsi var 10 ilmi şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Bunların heç biri təhsildən yayınmayıb. İmtahan eləmişsiniz sentyabrın 10-unda. Adını qoyursunuz təhsildən yayınanlar. Təhsildən yayınanlar deyil ki onlar. Siz imtahanın quruluşunu bilmirsiniz, yazdığınız protokollar, bunların hamısına mən bir-bir gələcəm. Bu gecə siz bu anaları gözü yaşlı qoymuşsunuz. Bunların özü burada çörək qazanmaq, balalarını böyütmək, onlara təhsil vermək məcburiyyətindədirlər. Sən də onların balalarını orada qəriblikdə, onun bunun himayəsində, biri nənənin himayəsindədir. Biri mənim evimdə qalır, bibi gedib yanında qalır. Sən bu uşaqları didərcin eləmişsən, Naxçıvandan sürgün eləmişsən. Uşaqlar gedib Bakıda təhsillərinə davam edir, zəng vurub oradan da uşaqları təhsildən uzaqlaşdırmağa çalışırsan. Bu gecə o uşaqlara belə bir xəbəri veriblər. Uşaqlar travma yaşayıb. Uşaqlar sənin tərəfindən mənəvi terrora məruz qalıblar. Bu uşaqların vətənə, dövlətə olan güvənini sarsıtmışsan. Bu uşaqlarda ümidsizlik yaratmışsan. Bunları mən, Elxan Nəcəfov, sənə bağışlamayacağım. Mənim
dövlətim var, dövlətimin başçısı var. Azərbaycan Respublikasının Təhsil Naziri var. Bu uşaqların kitablarını xahiş edirəm çəkin. Baxın, Mehriban xanıma yazılan məktub əsasında Azərbaycan Hava Yolları Səhmdar Cəmiyyəti pulsuz daşıyır, gətirir Azərbaycana. Bunu Mehriban xanımın göstərişi ilə bu kitabları Azərbaycan Təhsil Nazirliyi bu uşaqlara verir. Çünki orada qanun var, Azərbaycan Təhsil Nazirliyi. Bu qanuna əməl eləyirlər, sadəcə sən eləmirsən. Çünki sən qanundan anlamırsan. Sən mənim 3 ildir, 4 ildir cəhənnəm eləmsən həyatı mənə. Mənim 1000 dənə işim var. Mənim bu uşaqlara qayğı göstərməm lazım. Birinə deyirsən, atestatın saxtadır. Məsələn, Tağıyeva Sədaqətə mənim yanımda atası ağladı. Dedi ki, bax mənim ayaqqabım ayağımda cırıqdır. Mən özümə ayaqqabı ala bilmirəm, mənim imkanım yoxdur. Dedim ki, atestatın saxtadır. Biz də sorğu verdik. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə. Arayış verilir Tağıyeva Sədaqət İntiqam qızına. Ondan ötürü ki, o həqiqətən də 2024-cü, 25-ci tədris ilində Bakı şəhəri Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin 9-cu sinifini bitirmişdir. Qaydalara müvafiq olaraq məktəb rəhbərliyi tərəfindən məzuna təqdim edilmiş ümumi təhsil haqqında F seriyalı 066111 nömrəli atestat məktəbin direktoru Dadaş Babazadə tərəfindən imzalanmış və məktəbin möhrü ilə təsdiq edilmişdir. Arayış tələb olunan ünvana verilmək üçündür. Azərbaycan Təhsil Nazirliyi bütün mərhələləri zəhməti ilə, alnının təri ilə keçmiş Sədaqət Tağıyevaya bu arayışı verəndən sonra dedin ki, Sədaqətin yaşı 18-də oxuya bilməz. Elxan Nəcəfov, təhsildə yaş həddi yoxdur. Əgər ki, uşaq təhsildən 2 il, 3 il aralanıbsa, ailəsinə kömək eləyib, evlənib, müxtəlif problemi var, məktəbə davam eləyə bilməyib və davam eləyə bilmir, o eksternat imtahanı verə bilər. Davamlı təhsildə olanı, təhsil qanunun 5-ci maddəsi davamlı təhsildə olanın təhsildən uzaqlaşdırılması yol verilməz hesab edir. Sən qanunlara hörmət eləmədin, sayğı göstərmədin. Mən illərdir, bax, o analardan biri buradadır, Pərvanə xanım. Bunu 10 gün Naxçıvanın küçələrində ağlatmışdım. Axırda məni çağırdı, mən bir də İstanbuldan qalxdım, gəldim. Sizlə oturdum, sənlə. Oturdum üzbəüz, sübut elədim, qanunu qoydum qarşına, sübut elədim ki, bu uşaq burada oxumalıdır, amma sən onu komissiyadan keçirt. O uşağı da komissiyadan keçirtdi. O uşaq indi Naxçıvanda Heydər Əliyev adına 1 nömrəli məktəbdə, 2 nömrəlidir o. Heydər Əliyev adına məktəbdə 1-cilər sırasındadır, əlaçıdır. Xarici dildən, fizikadan 1-cilik qazanıb yarışmalarda. Sən belə istedadları niyə məhv eləyirsən? Bunu səndən, mən elə bilirəm, soracaq mənim dövlətimin rəhbərliyi. Bu təhsil naziri, yəqin ki, bizim sevimli, dəyərli prezidentimiz cənab İlham Əliyevə də çatacaq bizim səsimiz ki, sən bizim uşaqlarımıza psixoloji baskı eləyirsən, uşaqlarımızı öz doğulduğu torpaqdan sürgün eləyirsən, gedib çox ağır şərtlər altında, bunlar olsa burada əziyyət çəkirlər, indi gedib Bakıda əziyyət çəkirlər. Siz kim olursunuz? Siz dövlətin məqamında oturmuşsunuz, dövlətin qanunlarını icra eləməlisiniz. Eləmirsiniz, burada bitmədi bu. Çünki çox yükləyə bilmirik texniki baxımdan. Bax, bu Sədaqətin anasıdır. Sürgün eləmsən, bir də gedib, demirsən yaşın 18-dir. Hələ mən 2 ildir sizə anlada bilmirəm ki, sənə və ətrafındakilərə. Təhsildə yaş həddi 18 yaşında oxuya bilməzsən adında şey yoxdur. Konstitusiya ilə oxumaq haqqı var. Əgər ki, uşaq təhsildən kənarlaşıb 1 il, 2 il təhsildən uzaq qalsaydı, təhsildən yayınan yazır orada. Bu uşaq təhsildən yayınmayıb. 18 yaşı var, çünki məktəb olmayıb, gedə bilməyib, 11 yaşında 1-ci sinifə gedib.
Sizin məsuliyyətsizliyiniz üzündən. Siz gəlib bu uşaqları burada toplayıb təhsilə cəlb eləmək birbaşa sənin vəzifəndir. İcbari təhsil qanununu yerinə yetirən sənsən. Harda olur olsun, dövlət görsün də gözəl qanun verib. Bizim dövlət qanunlarını icra eləyən çox dəyərli insanlarımız var ki, bunların hamısını fikirləşib, belə qərarları veriblər deyil. Dövlət xaricdə yaşayan Azərbaycanlıların təhsili ilə bağlı bu xüsusi layihələr və proqramlar həyata keçirir. Sən keçirməmisən. Amma mən o proqramı 13 ildə həyata keçirirəm və buradakı uşaqları oxuduram. Sən nə demək istəyirsən? Uşaqlar oxumasın, küçələrdə qalsın. İndi analardan dinləyin, sən uşağından narahatsan mı? Mən Sədaqətin Tağıyevan anasıyam. 3 ildir Sədaqəti sürgünləyirsiniz. Niyə oxutmağa, çox oxumaq istəyir, qızımı oxumağa izin vermirsiniz. Bakıya, Naxçıvana, Bakıya, Naxçıvana. Mən o qədər şəraitim yoxdur, qalmışam Türkiyədə zəmilərdə işləyirik sabahdan axşama qədər. Mən Sədaqətin oxumaq üçün çox istəyirəm. Sədə də oxumaq istəyir. Sədaqət çox oxumaq istəyir. Oxumasını çox istəyir. Oxuyacaq, siz narahat olmayın. Sədaqətin arxasında güclü dövləti var. Şərqiyə müəllimə də çox İnsanlarını sevən prezidenti var bu Azərbaycanın. İnşallah bunlar hamısı yerini tapacaq. Böyün bundan bitirmirik biz. Mən hər gün canlı yayım eləyib bir-bir onun keçirdiyi imtahanın səviyyəsizliyini, qanunsuzluğunu, yazdıqları yazıların savadsızlığını bir-bir ortaya qoyacağım. Hələ biri var orada. Biri var orada təhsilin başında duranlardan biri. İçməkdən ağzında dişi də qalmayıb. Danışır, başa düşmürsən, nə deyir. Mənə elə gəlir ki, burada təmizləmə getməlidir. Naxçıvana təyin olunmuş yeni prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun müəllimdir, səhv eləmirəmsə. Ceyhun müəllim gənc kadrdır. Savadına onun əminəm ki, çox savadlıdır, eşitmişəm haqqında. Hər halda maraqlanacaq bu uşaqların oxumaq hüququnu bərpa edəcəklər. Oxumaq uşaqların təməl hüquqlarıdır. Onları oxutmaq da sizin borcunuzdur. Mən eləmişəm, siz bugünkü gün gəlib mənə minnətdar olmalısınız ki, mən oxutmuşam. Sizin görəcəyiniz işi görmüşəm, təmənnasız. Bunun qızı mənim evimdə qalır. BBC ilə mən evimdə qoyub, açarımı verib gəlmişəm. Qalacaq yeri yoxdur. Sən sürgün eləmişsən bir uşağı bibi ilə. Halbuki bunlar gündə işləyib 10 manat qazansa o bibi uşağa dəstək olar. Mən hansı birini deyim, bilmirəm ki. Bax bu, Əli Niftəliyevin anasıdır. Tək böyüdüb o uşağı, nə əziyyətlə böyüdüb. Sən onu niyə qoymursan? Ananın arzusudur. Sən uşaqların arzusunun önünə niyə keçirsən? Bax, mən soruşuram. Maarifçi Qadınlar İctimai Birliyinin sədri olaraq soruram səndən. İctimai qurumun adını mən tək deyiləm. Mənim minlərlə üzvlərim var və bu davam eləyəcək. Elxan Nəcəfov, sizin yeriniz səhv düşübdür. Mən aidiyyatlı qurumlardan xahiş edirəm. Bu adamı araşdırın. Bu adamın Duyğu Ələkbərova səviyyəsində biliyi yoxdur. Mən bundan sübut eləyəcəm. Və onların yazdıqları, yəni başına gətirilənlərlə bağlı hamısının məndə məktubları var, ürək sözləri var. Onların hamısını bir-bir tamaşaçılara çatdıracağım. Amma vaxtımız çox azdır, yəni azdır nə mənada. Biz bütün günü o problemlərdən danışsaq bitməz. Texniki baxımdan biz bunları sosial şəbəkələrdə yayımlamaq problemimiz var, çətinliyimiz var. Ona görə qısa eləyirəm. Uşağın, ana gecə yatmayıb uşağına görə. Bütün xəbər veriblər uşağa ki, məktəbə gəlməyin. Mən bilmirəm, bunlar bu özəlləşdiriblər bu məktəbləri. Uşağa o sözü demək mi olar? Müəllim bir istilik verər, müəllim bir sevgi verər uşaq. Ona görə uşaqlar məktəblərdən didərcin düşüb də. Elxan Nəcəfov, sizin Şərurda fizika riyaziyyat təməlli məktəbiniz var, liseyiniz var. O məktəbdən də uşaqlar hazırlığa gedir. Sizin rəsmi məktəb yoxdur, uşaqlar evlərdədir, küçələrdədir. Məktəblərinizdə uşaq yoxdur. Mən orada oturanda nə qədər direktor gəlmişdi ora, məktəblərə polis gəlir. Bizdə amma elə deyil. Biz uşaqlarımıza sevgi veririk. Bir ailə kimi böyüdürük burada onları. Hamısının problemlərini araşdırırıq.
Amma siz uşaqları məhv eləyirsiniz. Mən bu söhbətləri davam etdirəcəm hər gün. Naxçıvan əhlinə, Azərbaycan millətinə mən çatdıracam ki, belə bir adam təhsilin başına necə keçib? Necə gəlib keçib? Bax, Jalə İsmailovanın anasıdır. Sənin keçən il başına nə oynayacaq? Bax, danışın da bir-iki kəlmə. İlk öncə mən Şəkil Məmməd təşəkkür edirəm bu məktəbə açmağına görə. Uşaqlarımıza dəstək olun. Allah belə insanlardan razı olsun. Bəli, mən də uşağımı xalqalıqla ora almırdılar. Toplantı quruldu, mən səs çıxardım. Hətta Şəkil müəllim buradan gəldi, Türkiyədən gəldi Naxçıvana. Toplantı qurdurduq qanunlarla. Uşaq məktəbə almır. Əgər bu məktəb qanunsuzdursa, bir sinif aşağı al. Burada qanun yoxdursa, sən o uşağı almamalısan. Kökdən almamalısan. Kökdən almamalısan, sağ ol. Bilirsiniz, Pərvanə xanım, o bir sinif aşağı almağı da qanunun bilmir axı. Bu uşaqlara göstərdim mən bu sənədləri. Azərbaycan dövləti kitabı ilə təmin eləyir, jurnalı ilə, şəxsi işi ilə, hər şeylə təmin eləyir bu uşaqları. Və dövlət ildə bir dəfə maddi dəstək verir bu məktəbə ki, biz bu uşaqları oxudaq. Bizim də dərnəyin nizamnaməsinə görə, dərnək deyəndə onların Elxan Nəcəflinin düşündüyü dərnək deyil, bu sivil toplum təşkilatıdır Türkiyədə. Türkiyədə bir belə uşağı yığıb, onlara dərs öyrətmək olmaz. Adamdan sorarlar ki, bunlar nədir yığmısan bura? O təşkilat, sivil toplum təşkilatında mən məktəb də aça bilərəm, bağça da aça bilərəm, kurs da aça bilərəm, şirkət də aça bilərəm. Burada dövlət hesablaşır bundan, eyni zamanda Azərbaycanda da hesablaşır. Buradan təşəkkür edirəm Aygün xanıma, Azay Quliyevə, xüsusilə məktəb başlayanda Azay Quliyev çox dəstək olub bu məktəbə. Dəstək olanlar var, onların adını sıra-sıra çəkəcəm ki, bu uşaqlar küçələrdə qalmasın. Sədaqət 11 yaşında gəlib məktəbə, məktəb olmayıb gəlib 11 yaşında. Jalə İsmailova həmçinin. O birilər həmçinin, hansı bir insan? Əli Niftəliyevə deyir ki, hələ uşağın 16 yaşı yoxdur, sən get gözlə, 16 yaşın olar, gələcəkdə gəlib eksternatla imtahan verirsin. Sənin atabın məktəbidir. Uşağı sənin əlindən tut, zorla qaç sinifə ki, müəllim nəzarətində olsun. Halbuki sən o məktəbi də elə qurmusan ki, polis gəlir gündə ora. Amma biz illərdir burada, 10 ildir mən burada təhsil verirəm, bura polis gəlməyib, hamı həsədlə baxıb bu məktəbə, bu uşaqlara. Sağ olun əziz tamaşaçılar, valideynlərimizlə də söhbətlərimizi davam elətdirəcəyik. Onlar da etirazını bildirəcək. İndi zamanımız yoxdur, mən bir başlanğıc elədim. Çünki buradan özümü tuturam Abşeron Regional Təhsil İdarəsinin müdürünə. Elxan Nəcəfli sizi yanlış məlumatlandırıb. Mən həftənin 1-ci günü Bakıda olacam. Bütün qanunları orada məktəbimizin haqqında olan bütün məlumatları sizə verəcəm. Uşaqların oxuması düzgündür. O uşaqlar Azərbaycan dilində təhsil alıbdır. Qeyri dildə təhsil alsaydılar onları bizim aşağı götürməliydi. Bu bilmir ki qanunları. O uşaqları imtihana da salmışsınız Naxçıvanda. İmtihandan keçiblər. Bir böyük qızımız var, Əfruz Həsənova. Yekə qızdı, bir ildə yubanıb. Götürüb onu təzdən qoyub 8-ə. Amma birindən də pul alıb, 2 alan, o da ayrı yerdən. Heç məktəb oxumuyub, əlində sənəd də yoxdur. Onu da götürür 8-ə, Şahini də götürür 8-ə, əlini də götürür, sədaqəti də məktəbə qoymur. Sənin dərdin pul yığmaqdır. Mən pul üçün işləmirəm burada. Mən ömrümü verirəm, canımı verirəm. Hamısının yanında deyirəm. Bu gecə bu analarla bərabər mən də sabahı belə açmışam. Sağ olun əziz tamaşaçılar. Biz davam eləyəcəyik. Yəni, bu məsələ Elxan Nəcəfov orada işləməməlidir, çünki ora layiq deyil. Naxçıvanın adını batırır o. Sağ olun.